Sual verilir ki, mən xərçəng xəstəsiyəm, cavanam, bir yaxınım mənə lağ etdi ki, Allah sənə xəstəliyin ə, ən ağırını verdi. Allah ona cəza verəcəkmi? Allah o sözə o qədər ağladım. Yəni, vallah o sözə o qədər ağladım. Yəni, ümumiyyətlə, insanın özünün səbəbi olmadan ona üz verən hər bir sıxıntı, hər bir bəla nemətdir. Yəni, o insana elə görsənir. Yəni, o danışan insan. Və çox vaxtda deyilir ki, bəla insanın danışığına bağlıdır. Elə bir insan xüsusən də onu ələ salıbsa, lağa qoyubsa, yəni ondan da ağır bir xəstəliyə tutulmasına səbəb ola bilər. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm insanların başına gələn müsibətlərdə onlara gülməkdən, onları ələ salmaqdan, məsxərəyə qoymaqdan, sevinməkdən ümumiyyətlə çəkindirmişdir. Və ona görə insan heç vaxt kimliyindən asılı olmayan, hətta namaz qılmayan birisi olsun, başqa hətta insanın xoşlamadığı, düşməni olsa belə gərək insan ona üz verən müsibətə sevinməməli və onu lağa qoymamalı. Hətta sələflər deyərlər ki, mən bir iti, hətta donuzu belə lağa qoymaqdan qorxuram, sonra çevrilib özüm donuz olaram. Yəni, bu dərəcədə onlar qorxurdular, narahat idilər. Ona görə kiminsə o deməsi, sizə ağrı verməsin, əksinə, siz düşünməlisiniz ki, Allah Teala Arhamur Rahimindir. Yəni, Allah Teala ən böyük mərhəmət sahibidir. Əgər bu xəstəlik onun izni ilə baş veribsə, insan fikirləşməlidir ki, burada rəhmət vardır. Burada böyük mərhəmət vardır. Yəni, Allah Teala insana onun özündən daha rəhimlidir. Allah Teala'nın bəndəsinə olan mərhəməti şəfqətli ananın övladına olan mərhəmətindən daha böyükdür. Yəni, bu əslində onun halını bilən bir təbib tərəfindən gələn bir dərmandır. Ona görə insan bunu yaxşı qarşılayarsa, onu qəbul edərsə, o dərmanı ona fayda verəcək. Yox, əgər insan o müsibət ona üz verdiyi zaman o dərmanı qusarsa, onu qaytararsa, yəni etiraz etməklə Allaha qarşı, etiraz etməklə onu qusarsa, o dərmanın ona faydası olmayacaqdır. Ona görə bilmək lazımdır ki, hədisdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, İnna Allah idə əhəbbə qavmən ibtələhum. Allah Teala bir qövmü sevdiyi zaman onları imtihana çəkər. Fəmən radiyə fələhu rida. Yəni, kim razı qalarsa, ona Allahın razılığı vardır. Və mən səxtə fələhu suxt. Və kim qəzəblənərsə, o müsibətdə qəzəblənərsə, ona Allahın qəzəbi vardır. Və həmçinin başqa bir hədisdə buyurur ki, yəni qiyamət günü afiyyət əhli, yəni heç bir ağrı, acı görməyən insanlar, xəstəlik görməyən insanlar, bəla əhlinə savabların verildiyini gördükləri zaman onlar arzulayacaqlar ki, kaş ki onların ətləri və yaxud dəriləri dünyada kəsici alətlə tikə-tikə doğranardı. Yəni, gör nə qədər böyük savab var ki, insan onu arzulayacaq. Və sözsüz ki, burada bir qayda var ki, insan heç vaxt dünyada ağrı, acı, problem, sıxıntı Allahdan istəməməli, arzulamamalıdır. Amma o istəməsə də, yəni insan yoxlanır. Bu dünya imtihan dünyasıdır. Hər bir insanın bir imtihanı var. Və əgər o istəmədən hər hansı bir imtihan gəldisə, qul olaraq onun üzərinə düşən Allahın hökmünə, Allah Teala'nın təqdirinə təslim olmasıdır. Əgər o təslim olaraq razı qalarsa, yəni Allah Teala həm bu dünyada ona nemət verər, əsasən onun qəlbinə ona rahatlıq verər, ona xoşbəxtlik verər və həmçinin axirətdə böyük mükafatlar, dərəcələr verər. Ona görə bilməliyik ki, insan müsibətlərlə qazandığı dərəcələri heç ibadətlərlə qazanmır. Yəni, bəzən olur ki, insan ibadətlərlə çatmadığı dərəcələrə müsibətlərlə çatır. Buna açıq aydın hədis var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, bir qulun Allah qatında əzəldən yazılmış müəyyən bir dərəcəsi olur. Və o qul o dərəcəyə etdiyi əməllə, ibadətlə çatmır. Və Allah Teala
müsibət göndərərək onu əzəldən yazılmış dərəcəyə qaldırır. Ona görə bunları xatırlamalıdır insan. Yəni kiminsə ona dediyi belə sözlərə də məhəl qoymamalıdır.